Binəqədi rayonundan daha bir xəbərimiz var. Demək, rayonun bir qrup sakini də yol problemi ilə bağlı Xəzər xəbərə müraciət edib. Onlar bildiriblər ki, 2 il əvvəl küçəyə yeni içməli su xətti çəkilib. Həmin vaxt yolun asfalt qatı dağıdılıb. İş bitdikdən sonra isə yolu təmir etmədən gediblər. İndi isə həm avtomobillər, həm də sakinlər ərazidən keçməkdə çətinlik çəkirlər. İçməli su xətti çəkmək üçün dağıdılan asfalt yenidən təmir edilməyib. Bu şikayətlə Binəqədi rayonu Orxan Cabbarov küçəsində yaşayan bir qrup sakin Xəzər xəbərə müraciət edib. Sakinlər bildirirlər ki, 2 il əvvəl küçədə yeni içməli su xəttinin çəkilməsi məqsədi ilə yolun asfalt qatı dağıdılıb. Su xətti çəkilib, lakin qazılan hissə yenidən təmir edilməyib. Su çəkdilər, sonra dedilər düzəldəcəyik, elə də qoydular, çıxdılar, getdilər, düzəlmədilər. Elə ona görə də qaldıq. İndi yağışat da yağanda kanalizasiya da üspeyt eləmir. Kanalizasiyanı da kör qoydular burada, pis vəziyyətdə. Buranı 2 il bundan qabaq çəkdilər, getdilər, özü buranı biabır elədilər. Bu torpağı getdilər, elə üstünə qalanı biz öz bu cəmaat burada getirib töküb. Bunu biraz qalın, dərinlə, belə alçaq eləyib. Su çəkdilər buradan. İçməli su xətti. Bəli, su düzəldəcək. Düzəltmədilər, elə belə də qoydular, getdilər. Doğruca bezmişik də bu küçəni düzəltməkdən. Yağış yudu, apardı, düzəldirik, yəni bu belə də. Maşınla keçmək mümkün deyil. Təkərlər pis günə qalır, maşın pis günə qalır. Yəni buradan balaca avtobus işləyir, yəni uşaqları məktəbə aparıb gətirmək. Avtobus gecikdir. Sakinlərin sözlərinə görə yolda yaranan problemlə bağlı aidiyyatı qurumlara müraciət etsələr də nəticəsiz qalıb. Bu səbəbdən öz hesablarına yolu bir neçə dəfə təmir etməyə çalışıblar. Ərazidə avtomobillərlə yanaşı məhəllələr arası fəaliyyət göstərən marşrut avtobuslarının da hərəkətində çətinlik yaranır. Mən getdim su idarəsinə. Bura hansı ki, burada çəkilmir. Dedilər, biz onu tendirlə başqa adam udub, ora vermişik. Bura bir həftə bundan, bir həftə yox, 2 ay bundan qabaq gəlsin, burada vəbşi getmək mümkün deyildi. O yağışlar yağıb təzdən yudu apardı, təzdən yanıcılmaz kətdi. Belə bir abırsızlıq olmur axı. Gəlsinlər, düzəlsinlər, çəkiblər, gəlsinlər, düzəlsinlər. Bu şey 2 ildir olmazaq belə vəziyyət. 2 il. Bu yoldan keçmək qeyri-mümkündür. Yəni maşınla keçmək qeyri-mümkündür. Yəni balaca avtobuslarda işləyir, mümkün deyil. Yəni maşınla keçmək qeyri-mümkündür. Baxın, yəni bərbad vəziyyətdədir. 2 ildir buranı pis günə qoyublar. Məsələ ilə bağlı Binəqədi rayonu icra hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan Xəzər xəbərə bildirildi ki, sözü gedən problemlə bağlı aidiyyatı üzrə iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinə müraciət edilib. Nərmin Məmmədhəsənli, Vüsal Hüseynov, Aytən Fehruz, Xəzər xəbər.